Başladım. Demək, başladı uşaqlar. Oksijeşmə dərəcəsi, növləri, əmsallaşdırmanın ən sadə izahını indi izah edirəm. Birinci başlayırıq növlərindən. Oksijeşmə dərəcəsinin uşaqlar növləri var. Hansı növləri var? 4 dənə növü var. Birinci növü molekullar arası, ikinci molekul daxili, üçüncü öz-özünə, buna disproporsiya da deyirlər. Bir də əks öz-özünə. Bax, 4 dənə növü var oksijeşmə dərəcəsinin. Əks öz-özünə. Əks öz-özünə də kommutasiya deyirlər. Kommutasiya. Buna da deyirlər disproporsiya. Gəldi indi bunların mahiyyətinə. Görək birinci molekullar arası nədir? Molekullar arası deyirlər buna. Molekullar arası, məsələn, mən misal üzərində izah edəcəm. Yəni sizə sırf qaydanı demirəm. Çünki qaydanı desəm onsuz da heç nə başa düşməyəsiniz yenə də. Qayda söz yığınıdır. Baxın, sink üzərinə gəlinsin. Ferium, xlor 2, alınır sink xlor 2, üzərinə gəlsin ferium. Belə bir reaksiya verir bizə. Bunun əmsallaşmasına baxırıq. Bəsit halda deyə sink oldu 0. Ferium müsbət 2, xlor mənfi 1. Sink müsbət 2, xlor mənfi 1. Ferium da 0. Keçən dərsdən bilirsiniz, oksijeşməni bilirsiniz deyə də bir-bir xırda-xırda izah vermirəm. Oksijeşməni yazdıq. İndi ay uşaqlar, dəyişənlərə baxırsınız. Sink 0-dan gördünüz ki, sink nəyə gəldi? Sink müsbət 2-yə. Ferium müsbət 2-dən ferium gəldi 0-a. İndi baxın. Bax, gördünüz ki, həmişə sol tərəfə baxın. Sol tərəf bax buradır. Buranı nəzərdə tuturam. Aşağıda yazdıqlarınız var. Bunun sol tərəfinə baxın. Əgər dəyişənlər iki dənə molekul arasında, fərqli-fərqli molekullar arasında gedirsə, bu olur molekullar arası. Yəni, bu aşağıdan yazdığınız dəyişənlər. Biri sinkdir, biri feriumdur. Fərqli-fərqli şeylərdir deyə. Bu olur nə? Molekullar arası. Başa düşdünüz? Demək, bu reaksiyanın növü molekular arasıymış. Müəllimə, soldakı demək dəyişənlər fərqlidir, Bəli, olur molekul. bəli, adından da görünür molekul arası. Yəni iki dənə molekulun arasında. Yəni fərqli-fərqli bir şeydir. Başa düşdük? Ziyyət problemi yoxdur ki, bura qədər. Xeyr. Aha, əla. Başa düşdünüz. Gəldi indi molekul daxilinə. Bax, budur. Dəyişənlər iki molekul arasında olursa, buna deyirlər molekullar arası oksijeşmə dərəcəsinin növüdür. Gəldi indi molekul daxilinə. Baxın, bizə bir reaksiya verəcəklər. Reaksiyanı veriblər. 0, -1, -1, -2, -1, -5. Baxın, ay uşaqlar, dəyişənləri yazırıq. Xlor müsbət 5-dən, xlor gəldi -1-ə. Sonra oksigen -2-dən, oksigen gəldi 0-a. Baxın, nətər oldu burada dəyişmə? Görürsünüz, bir dənə molekulun içində getdi burada. Niyə? Bax, kalium xloroid var. Bax, xlorla oksigen. Xlor da burada yerləşir müsbət 5-i, oksigeninki də burada yerləşir. Görürsünüz, bir molekulun içində oldu dəyişənlər. Ona görə bu proses oldu molekul daxili. Amma molekul arasında elə deyildi. Baxın, sink ayrı bir molekul idi. Ferium ayrı bir birləşmənin içindəki molekul idi. Fərqi gördünüz? Ona görə sol tərəfə baxdım, gördüm xlor da bir molekulun içindədir, oksigen də bir molekulun içindədir. Dəyişənlər bir molekulun içində olduğuna görə buna dedik molekul daxili. Daxili nə deməkdir? Yəni bir molekulun içində olmaq deməkdir də. Bu da oldu molekul daxili. Bura qədər şəfa Müəllim, sualım. Bəli. burada biz sola baxırıq da. Bəli, bəli, sola baxıram yenə. Xlora, xlor müsbət 5 burada, oksigen -2 yenə burada. Yenə sola baxdım. Bu da oldu molekul daxili.
İndi məsələn, bax, bunu deyin görüm. Çox vaxtı, yəni parçalanma reaksiyaları belə olur. Çünki bir molekul parçalanır deyə birinin içindən dəyişir də. Ona görə harda parçalanma reaksiyası görsəz, bilin ki, o molekul daxilidir. Və görürsüz parçalanma reaksiyasıdır bu dediyim. İndi bunu deyək. Şəfa denən görüm. Burada müəlliməm hidrogen müsbət 1, Aha, oksigen -2. Bu da olacaq deməli azot olacaq müsbət 5. bura. Burada deməli Hə, buranı deyil. hə, Düzdür, sonra. burada deməli oksigen -2, azot olur müsbət 4. Düzdür. Bunları da Hə. yazdım. Burada İndi, azot dəyişir müsbət 5-dən müsbət 4-ə. bəli, Bir də ki dəyişən odur ki, oksigen -2-dən 0-a. bəli, Burada deməli dəyişənlər deməli azotla oksigen ilə bir molekul daxilində 0 molekul daxili. bəli. Baxırsan, azotun müsbət 5-i burada, oksigen mənfisi burada. Bir molekulun içindədirsə, oldu molekul daxili. Və yaxud da heç yazmasan belə parçalanma reaksiyası deyə avtomatik götürsən molekul daxili. Başa düşdük? İndi gəldik öz-özünəyə. Öz-özünə nədir? Xor, məsələn, NO2 üzərinə gəlsin kalium OH, alınır kalium NO3, kalium NO3, üzərinə gəlsin kalium NO2, üzərinə gəlsin su. Belə bir reaksiya veriblər. Reaksiyanı yazırıq. Yenə oksidaşma dərəcələri 100% yazılmalıdır. Yazdıq. -2 bura, -4 bura. Bura. Heç nə dəyişməyəcək. Onsuz bunu necə yazmağın yeri yoxdur. -2, -1, -5, -2, -1, -3. Bu da heç dəyişəsi deyil. Yazmıram da. Baxın dəyişənlərə. Azot -4-dən. Azot gəldi -5-ə. Sonra nə? Baxın, dəyişən başqa nə var görün. Gördünüz, -4-dən -5-ə gəldi. Bir dəfə də azot baxın burada -3 göstəribdir. Yazsız bir dəfə də azot -4-dən gəldi nəyə? -3-ə. -3-ə. Başa düşdünüz? Bax gördünüz, burada da yenə sol tərəfə baxıram. Sol tərəfdəki element bir dənə özüdürsə, təkcənə bir elementdən gedirsə söhbət. Bu da olur nə? Öz-özünə. Bax görürsüz, azot -4, -4. Eyni şeydir. Oldu nə? Öz-özünə. Başa düşdünüz? Yəni müəllimə tək də bir element dəyişibdi. Burada Bəli, azot bəli, olur öz-özünə. təkcə bir elementdən gedir söhbət ki, bu bir dəfə belə dəyişir, bir dəfə belə gedirsə, bu olur öz-özünə. Yəni öz-özünə dəyişir də bu. Başa düşdük? İndi gəldik nəyə? Əks öz-özünəyə. Əks öz-özünə. Əks öz-özünə nədir? Bir dənə reaksiya verirlər. Bax, bayaqsa verdiyim reaksiya. Alınır, üzərinə gəlsin su. 0, -2, -1, -2, -4, -2, -1. Yazdıq. Dəyişənlərə baxın. S -2-dən S gəlib 0-a. Bir dəfə də S -4-dən gəlibdir nəyə? S0-a. Ay uşaqlar, bir dənə baxın sol tərəfə. Gördünüz ki, bir dəfə -2-dir, bir dəfə -4-dür. Yəni görürsüz ki, bu müxtəlif oksidaşma, eyni elementdir. Amma müxtəlif oksidaşma göstəribdir. Ondan əlavə də asan qaydası heç sola baxmasınız da, sağa baxırsınız, sağdakı element tərsinədir. Bayaqdan sola baxırdınız, indi sağa baxırsınız. Sağdakı element təkcənə bir elementin özündən gedirsə söhbət, bu olur əks öz-özünə. Bayaq necə öz-özünə də bu yan eyni olmurdu, sol tərəf. İndi sağ tərəf eynidirsə, bu olur əks öz-özünə. Bunun adı öz-özünə oldu, bax sol tərəfdə olanda. İndi keçdi sağa, indi oldu əks öz-özünə. Başa düşdünüz? Kimin sualı var? Müəllimə bunu da deyə bilərdiniz zəhmət olmasa. Şafa, əks öz-özünə də sağ tərəfə baxırsan. Sağ tərəf eyni elementdirsə, görsən S00. Olur adı əks öz-özünə. Qurtardı. Başa düşdün? Onda müəllimə məsəl ki, orada azot olsaydı, azot da 0 olsaydı, bu da elə əks sözünə Bəli, əks olardı. öz-özünə olardı. Bəli, bəli. Sağ tərəfdəkilər eyni olursa, bunda olur əks öz-özünə. Sol tərəflərin oksidaşma dərəcəsi müxtəlif olur.
Gəlir eyniyə də. Bax, söhbət odur ki, eyniyə gəlir. Eyni bir element olur. Əks tərəfdə olur. Bax, öz-özünə də nətər sol tərəfdəkilər eyni idi. Ona görə adı öz-özünə idi. İndi də sağ tərəfdəkilər eynidir. İndi o adı olur əks öz-özünə. Bildin? Hə, bildim müəllimə. Əgər deməli solda eyni dəyişən varsa olur öz-özünə, sağda eyni element olursa olur əks-özünə. Bəli, düzdür. İndi gəldik. İndi verəcəyim misallar toplu suallardır. Topludan nümunələrdir. Baxın, bir-bir mənə yazacaqsınız. Sakit. Yazın bunların növlərini. Yazın atın. Birinci yazın nədir? İkinci nədir? Üçüncü nədir? Dördüncü nədir? Topludan nümunələrin əsasındadır.
Həva düz yazdı. Zinət səndən gözləyirəm. Atırsan. Hə, indi atırım. Hı. Birinci düzdür. İkinci, bu da düzdür. Üçüncü də düzdür. Hı -hı. Sonra dördüncü nə oldu bəs? Yazım bir dəfə də yazacağım olsun. Molekul daxili. Yox, dördüncünü səhv yazdım. Dördüncünü düzelt. Baxın uşaqlar. İzah eləyirəm bir dəfə də. Keçək üstündən. Google'da videonu izləyəndə onun üçün də problem qalmasın. Birinciyə baxdıq. Kuprum gördük, bax üstlərindən yazırıq. Görürük azotun dəyişməsinin hara gəlir? Azot burada neçə göstərir? Müsbət 5-də. Müsbət 5-dən azot gəlir. Burada da müsbət göstərir. Müsbət 4 göstərir azot. Müsbət 4-də. Sonra dəyişən oksigen -2-dən. Burada oksigen -2-dən. Gəlir oksigen 0-a. Bax, dəyişənlər müsbət 5 burada göstərmişdi. -2 də burada. Bir molekulun içində getdiyinə görə bu oldu molekul daxili. Bax, görürsən, sol tərəfdəkilər bir molekulun içindədirlər. Ona görə oldu molekul daxili. Keçirəm ikinciyə. İkincidə isə baxıram ki, yenə azot burada müsbət 4-dür. Müsbət 4-dən azot bir dəfə gəlir azot buradan. Müsbət 5-ə. Səhvdir. Ziynət. Dördüncü səhvdir. Bax, burada müsbət 4-dən bir dəfə Amma gəldi əks müsbət. sözcüsüdür. Bəli, əks sözcüsü olmalıdır. İndi isə bir dənə buna da baxaq. Bir dəfə müsbət 4-dən müsbət 5-ə gəldi azot buna görə. Bir dəfə də müsbət 4-dən dəyişdi müsbət 2-yə. Baxın, fərqliliyə. Görürsünüz ki, sol tərəfdəki elementlər. Görürəm bir dənə, bax, eynidir. Dəyişməyib də müsbət 4, müsbət 4. Eyni şeydir. Ona görə nə olur? Öz-özünə. Təkcə nə özüdür, oldu öz-özünə. İndi gəldim üçüncünün izahına. Üçüncüdə isə görürəm azot müsbət 2-dən, azot burada müsbət 2 göstərir. Müsbət 2-dən bu 0 göstərir, bu -2 göstərir, bu -2, bu müsbət 4. Azot bir dəfə müsbət 2-dən gəldi azot nəyə? Müsbət 4-ə. Bax, bu yana. Müsbət 4-ə. Oksigen isə gəldi bir dəfə. Bax, oksigen nədir? -2-dir. Oksigen 0-dır. Bu yanda dəyişən. Oksigen gəldi nəyə? -2. Dəyişdi. Niyə bu -2-ni götürmədim? -2-dən -2 gəlsə eyni şey olar axı. Dəyişən lazımdır. Oxun sağı ilə solu fərqli olmalıdır bu arada. Sol tərəfdəki 0-dan gəldi sağ tərəfdəki -2-yə. Ona görə burada nə oldu? Görürsən ki, sol tərəfdəkilər fərqli-fərqli birləşmənin içindədir. Eyni buradadır, oksigen buradadır. Fərqli birləşmələr, fərqli molekullar arasındadır deyə oldu molekul arası. Dördüncü, ziniyyətin yaralı yeri. 4 səhv yazdı ziniyyət neçə dəfə. Bax, ziniyyət, diqqət elə. Ziniyyət, bax, üstlərinə yazıram. Bu -2-dir. Bu nə olur? Bu olur müsbət 4. Karbon təhdidi oldu 0. Bu -2, bu da müsbət 2. Dəyişənləri gəl yaz. Bir dənə xətt çəkirəm. Yazıram. Karbon müsbət 4-dən karbon gəldi müsbət 2-yə. Bir dəfə də görürəm nə var dəyişən. Görürəm bir dəfə də karbon 0 var.
Karbon sıfırdan gəldi nəyə? Yenə karbon müsbət 2-yə. Hə, gör sol tərəfdəkilər fərqlidir. Sağ tərəfdəkilərə bax, eyni şeydir. Onda nə oldu? Əks öz-özünə. Sol tərəfdəkilər eyni olanda olur öz-özünə, amma sağ tərəfdəkilər eyni olanda olur əks öz-özünə. Başa düşdünüz Niyyət? Bəli. Всё, bu da oldu belə. Problem yox. Qurtardıq. Belə uşaqlar, bax, bu öz-özünə, əks öz-özünə misalı bu qədər. Gəlin indi bir neçə nümunə verirəm. Onları oksidaşma proseslərini falan yenə yazın. Sonra başqa nə vermişsəm? 3 dənə bunu yazın. Bir də bunu da verin. 4 dənə misal yazın. Proseslərini yazın. Növlərini yazın. Atın mənə.
Yaza bilirsinizmi uşaqlar? Yazıram müəllimə. Neçədəsiz? Qurtarıram. Ha, əla, Dördüncü qurtarıram. əla, əla. Bayram Zoom-un vaxtı qutaracaqdır. 9 dəqiqəsi var. Şəfa yazdın sən də. Yazıram müəllimə. İkincisi. Neçədəsən? 3 qurtardım, 4-ə keçdim. Yaz izahına başlayayım.